qazilərimizə can sağlığı versin. Bir də Azərbaycan xalqının başına bu müsibəti gətirməsin. Torpaqlarımızın uğrunda bu canlarını verən şəhidlərimizi daima xatirəmizdə saxlamalıyıq, onları unutmamalıyıq. Bunlar hamısı 20-25 yaşında cavan uşaqlar olur. Bunların əziyyətini itirmək olmaz. Allah cənnət versin. Şəhidlərin, qazilərimizdəki canlı şəhidlərimizdir. Allah onlara da can sağlığı versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Onların sayəsində bu azadlığa çıxmışıq, bu sərbəstliyi qazanmışıq. Allah yenə də deyirəm, məkanların cənnət eləsin, qazilərimizə, əlillərimizə can sağlığı versin. Her birimiz bura gelip buranı ziyaret edende onu bilin. Şehit atalarından, şehit analarından halallık almak lazımdır. Bizim her birimizin yaşayışımız şehitlere borçluyuz. Her birimiz balacadan böyüye. Onu hiç vakti unutmayalım. Allah hamıza ömür versin. Sağ ol. Sağ ol, Allah senden de razı olsun. Sen de hakkını helal et.